Salam hörmətli izləyicilər. Bugün müdavimlərimizdən gələn bir suala baxacağıq. Müəllim, 1846-cı ildə 6 dekabr yoxsa 14 dekabr islahatına əsasən biz inzibati dəyişiklik prosesinə baxırıq. Təbii ki, 1846-cı ildə 6 dekabr tarixində verilən reskriptdir və digər adı ilə monarxın mərhəməti adlanır. Burada 1-ci Nikolay, Rus çarı 1-ci Nikolay hakimiyyətdə idi və Azərbaycan da təbii ki, Rusiyanın əsarətinə düşmüşdür. 1846-cı il 14 dekabrda isə Azərbaycanda yeni inzibati dəyişiklik qərarı verilir. Bu dəyişikliyə görə Azərbaycan ərazisində 4 quberniya, Şamaxı, Dərbənd, Tiflis, Kutaisi quberniyaları yaradılır. 1849-da İrəvan, 1859-da isə Şamaxı quberniyasında zəlzələ baş verməsi nəticəsində dağılır və Bakı quberniyası 1859-da yaradılacaq və bir də sonuncu yaradılan quberniya 1868-ci ildə Yelizavetpol quberniyası olacaq. Məlumatımız bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.